Burada elə öhdəlik sinif rəhbərlərinin üstünə düşür. Siz valideynləri yönəldin ora, yəni tamirin mağazasına. Kim oradan indi hərə öz şagirdlərin sayını bilir də. Orada demək kim geyib paltar alsa, sinif rəhbərlərinə məlumat versinlər ki, məsəl üçün bu günlərim 4A sinifindən 3 nəfər getdi, paltar aldı. Bizdən hər gün saat 4-də məlumat istəyirlər ki, hər məktəbdən nə qədər şagird, valideyn və yaxud da gedib oradan paltar götürür, yəni paltar alır. Çox xahiş edirəm, bizdən bu məlumatları hər gün istəyirlər. Mən də başqa əlacım yoxdur. İddia olunur ki, bu səs yazısı Göyçay rayonu Çərəkə kənd 2 saylı tam orta məktəbin direktor səlahiyyətlərini icra edən Könül müəllimə tərəfindən müəllimlər qrupuna göndərilib. Səs yazısı yayılan müəllimlə əlaqə saxladıq, ancaq o səhhətində problem yarandığından heç bir açıqlama verə bilməyəcəyini dedi.